Azərbaycanda müəmmalı itkinlərdən biri kimi hesab edilən Göyçay rayon Çərkə kənd sakini 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seydəbi qızı uzun sürən axtarışların keçirilməsinə baxmayaraq hələ də tapılmayıb. Bir əlil qız kimi bütün dövlət qurumlarına. Mən inanıram ki, polislərimiz nə deməkdir? Dövlətimizdir. Arxa dayağımızdır. Mən bilirəm ki, polislərimiz mən anamın itkini mənə tapacaq. Birinci yerdə Allah, ikinci dövlətə sığınmışam. Çünki dövlətdən başqa mənim arxa dayağım yoxdur. Mənim arxa dayağım olsaydı, mən anam tapılardı. Bəkirova ana Abıl qızı, Göyçay rayon Çərkə kəndi. 3-cü ilə yaxındır ki, Bəkirova Zümrüd Seydəbi qızı itkin düşüb. Yəni özüm 2 qılçam yoxdur. Atam müharibə iştirakçıdır, veterandır. Mən anamı tələb eləyirəm. Dövlət qurumlarına üzümü tuturam. Hər bir yerə müraciət etmişəm, hər bir yerə. Son dəfə nə vaxt getmişdi, hara getmişdi? Son dəfə 2 kənddən biri öz kəndimdə Hüzürdə deyirlər olunub. Bir də ki, ata kəndim Mallışıqlıda olunub. 2 nəfərdir ki, bizim qapıda olub, Zümrüd xanım çıxıb. Ondan sonra mənim mamamı görən yoxdur. Amma ən çox mənim mamamı Hüzürdə görən olunub. Son danışığınız nə zaman oldu anamla? Son danışığım elə yanvarın 13 gün səhər durdu. Dedi, Anna, bəs gedirəm. Bacımgil adı ilə çıxıb evdən. Dedi ki, bacıgilə gedirəm. Geyindirmişəm, paltarın yadın səhər düyüğü ilə çörək yeyib, mənim mamam axırıncı dəfə evdən çıxıb. Ondan sonra qayıtmayıb evə. Xanımımız Mehriban Əliyevə müraciətim var. Səsimə səs verir. Mən Bəkirovun oğlu Abıloğlu. Mən anamın itkinlisinə bağlı bir kilə yaxındır. Anam itkin düşüb. Mənə anamdan bir xəbər yoxdur. Nə öləsi var, nə birisi. Mən də istəyirəm ki, anam tapılsın. Mən anamın, yəni öləsi birisi. Yəni gözlərimiz yoldan yığışsın. Yəni tapılsın, bilək ki, yəni tapıldı. 3 ilə yaxında anamdan bir xəbər yoxdur.